zərif ipək illərlə Azərbaycan qadınının vüqarını, səbrini və gözəlliyini özündə yaşadıb. Onun hər ilməsində Qərbi Azərbaycan xatirəsi, hər naxışında yurt həsrəti yaşayır. Kəlağayı həm də qadınlarımızın isməti, abrı sayılıb. Bu gün də həmin ənənə yaşayır. Bu kəlağayıların hər birində Qərbi Azərbaycanın ruhu, o torpaqların qədimliyi və gözəlliyi əks olunub. Qırmızı kəlağaylarımızı bizdə təzə toy eləyənlər örtərdi. Vaxtilə yəni bunlar hamısının hərəsinin bir mənası olubdur. Mənim yadımdadır, mənim üçün bir 30 il, 40 il bundan qabaq biz bu qırmızı kəlağayları kənddə, rayonda, toy olanda çaparlarımızın qollarına bağlayardıq. Təhlifçilərimizin qolunu, kəndin toylarımızı təhlif eləyəndə, yəni onların qoluna, yaxud da ki, qurbanlarımızın boynuna qırmızı bağlayardıq, qız evlərinə göndərərdik. Oğlanlarımızın sağ qolunu, bəylərimizin sağ qolunu bağlayardıq. Bəylərimizin sağ dişi, sol dişi olardı, sol qol, sağ qol bağlanardı. Hansı evdə xeyir işlər olardısa, darvazalara bağlanardı, xonçalarımıza bağlayardı, qızların belinə bağlanardı, qırmızı kəlağaylarımız. Yəni bunların mənası o qədər böyükdür. Milli ipək sənətimizin inciləri Qərbi Azərbaycan icmasının Xətai rayonu üzrə nümayəndəliyi, Ombudsman aparatı, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və Kəlağayı Ev Muzeyinin təşkilatçılığı ilə keçirilən festivalda təqdim edildi. Tədbirdə çıxış edən Qərbi Azərbaycan icmasının idarə heyətinin sədri, millət vəkili Əziz Ələkbərli bildirdi ki, Kəlağayı Qərbi Azərbaycanlılarının qədim yurt yerlərində qadınların həyatının ayrılmaz bir hissəsi olub. Eyni zamanda bu ipək örtük nəsildən nəslə keçərək ailə yaddaşını qoruyub saxlayıb. Onun hər naxışında o torpaqların təbiəti və insanların yaşam tərzi hiss olunur. Buna görə də Kəlağayı həm milli kimliyin, həm də Qərbi Azərbaycanın mədəni ruhunun daşıyıcıdır. Kəlağayı da bizim milli geyimlərimizin tərkib hissəsidir. Və analarımız, nənələrimiz, bacılarımız, qızlarımız həmişə Qərbi Azərbaycanda bu kəlağayları daşıyıblar. Səbirləyirəm ki, bu ənənə bundan sonra da davam eləyəcək və gün o gün olsun ki, bugün tarixi torpaqlarımız uğrunda başladığımız mübarizəni biz sonlandıraq, Qərbi Azərbaycanın son qarışına qədər qayıdaq və tarixi torpaqlarımızda milli adətlərimizi, milli bayramlarımızı davam elətdirək və yüksək tribunadan sizin hamınızı gələcəkdə İrəvanda keçiriləcək tədbirlərə dəvət edəcək. Festivalın keçirilməsində əsas məqsəd kəlağayı sənətini tanıtmaq, yaşatmaq və onu gələcək nəsillərə ötürməkdir. Qərbi Azərbaycanda bizim ulu nənələrimiz, analarımız, qız gəlinlərimiz, soydaşlarımız bax bu kəlağaylardan istifadə ediblər. Bu da kəlağayının bir növüdür. Buna Zəkiyə şal deyirlər və Qərbi Azərbaycanda maraqlıdır ki, bütövlükdə xanımların hamısının başında budur. Yəqin ki, orada da belə bir dəb halı var imiş. Onlarda bu zənginlik əlamətidir. Hər insan, bu qadın bu kəlağayını ala bilmərmiş. Elə bir kəlağayı, adi kəlağayı bu 10 manat imişsə, o vaxtı bunlar 100 manat, 150 manat imiş. Və hər bir Qərbi Azərbaycan xanımının bax belə Zəkiyə şalı var imiş, saçaqlarıyla çox möhtəşəm, çox gözəl görünür. Ancaq burada təkcə kəlağayılar deyil, Qərbi Azərbaycanın həqiqətlərini əks etdirən tarixi fotolarda hər kəsin diqqətini çəkdi. Fotolarda Qərbi Azərbaycanda bizim geyim mədəniyyətimizi əks etdirir həmin fotolar. Orada bizim analarımızın, qızlarımızın, gəlinlərimizin baş örtükləri və digər geyim növləri əks olunmuşdur. Siz diqqətlə baxsanız, həmin geyimlərdə bizim analarımızın çox gözəl baş örtükləri nümayiş etdirilmişdir. Və bütövlükdə Qərbi Azərbaycanın bütün ərazilərini əhatə edir həmin fotolar. Həm Qərbi Azərbaycanımızın Göyçə, Zəngəzur, Dərələyət, Vedi və digər bölgələrimizdən olan bizim həmin Qərbi Azərbaycanda yaşadığımız dövrdə istifadə etdiyimiz geyim nümunələri. Tədbirdə səsləndirilən bir-birindən fərqli musiqilər isə hər kəsdə xoş ovqat yaratdı. Aygün Şirnova, Bəxtiyar Nəsirli, Qərbi Azərbaycan televiziyası.